Salam, ümid edirəm işləriniz qaydasındadır. Mən Rasim. Bugün ayın 12-si, saat 12-yə qalıb 15 dəqiqə. Məkan olaraq hardayıq? Məkan olaraq Parijdəyəm. Paris yox, qıcılıq eləməyək, Paris. Həqiqətən də bu yeri gəlib görmək çox istəyirdim və qismət də oldu. Şükür. Həqiqətən çox xoşbəxtəm bu yerdə olduğuma. Çünki fransız dilini belə ümumiyyətlə çox sevirəm və fransız dilini öyrənməyə çalışıram. Je apprends un peu le français. Yəni biraz bilirəm, belə demək olar. Düzdür, bugün biraz ora-bura alış-veriş eləyərkən biraz istifadə elədim, amma fransızlar özləri mənə başlayırlar ki, mən tam dəqiq tələffüz eləyə bilmirəm, özləri başladı ingiliscə danışmağa. Amma burada inanıram ki, yarım il, bir il yaşasam bilirəm ki, yəni sözün əsl mənası fransız dilini öyrənə bilərəm. Onsuz praktikadan asılıdır hər şey. Deməli, bugün danışacağımız mövzu yalnız və yalnızlıq haqqında olacaq. Və suallarımı qabaqdan hazırlamışam. Özümə verəcəyim sualları və buradan oxuyacağım. Nəyə görə yalnız və yalnız olacaq? Çünki mən Parisə yalnız gəlmişəm. Əslində yalnız gəlməyə də bilərdim. Sadəcə özüm seçdim. Çünki yalnız gəzməyi də əslində sevirəm. Yalnız harası getməyi də sevirəm. Bundan üçün mənə soruşurlar, niyə belə, niyə elə? Sadəcə bəzən olur ki, insan özünü daha belə rahat hiss eləmək istəyir, daha yalnız olmaq istəyir ki, özünlə baş-başa qalmaq istəyir. Əslində yalnızlığın bizə çox şükür deyirlər. Əslində yəni deyirək, mən yalnız deyiləm, əslində özümlənəm. Mən də elə bir düşüncə tərzinə bəzən sahib oluram. Düzdür, həmişə yox. Bəzən dostlarla, ailə ilə harasa çıxmaq özü belə insanı yəni, çox yaxşı, çox gözəl təsir, çox yaxşı təsir eləyir. Deməli, suallarımız buna ibarətdir. Və bu arada məkan olaraq məkan demədim. Məkan Louvre muzeyinin önündə bir parkdır. Adı yanından çıxdı. Çox üzr istəyirəm parkdan. Bu boyda yəni heykəllər, yaradılış, incəsənət, mədəniyyət, amma üzr istəyirəm. Çünki adı yanından çıxdı. Və videonu təzən yandırıb baxmaq istəmirəm adına. Çünki telefonum bir dəqiqə çox pis yerdədir. Onsuz da telefonum qırıqdır. Okey, bunlar problem deyil, dərd deyil. Uzaq başqa videoda çox pis düşür. O da problem deyil. Çünki burada məqsəd başqadır. Videoya yaxşı, pis, model falan düşmək üçün deyil. Məqsəd, hədəf mənim bu videolarımda tamam fərqlidir. Yəni, gələcəkdə düzdür, üstündə çalışacağım. Biraz daha yaxşı, keyfiyyətli videolar çıxardacağım. Onlara da baxacağıq. Suallar nədən ibarətdir? Özümə verdiyim suallar. İnsan sosial heyvandır. Sual. Əslində bu hər hansı bir şəxsiyyətin sözü idi. İnsan sosial vəhşi heyvandır. Belə bir söz var idi. Bilmirəm kimin sözü, yandan çıxıb üzr hesab etsin. Nəyə görə yalnızlıqdan qorxuruq? Yalnız və yalnızlıq arasındakı fərq nədir? Toplumda, çoxluqda, səs-küydə yalnız olmaq. Ən axıncı, yəni bu toxunacağım mövzu, yəni həqiqətən də bugünün partlayış mövzusu olacaq. Mən elə düşünürəm. Çünki indiki 21-ci əsrin ən böyük mövzularından biridir bəlkə də. İnsan nəyə görə sosial heyvandır? Mən elə düşünürəm. Tək mən elə düşünmürəm. Məndən qabaq bunu düşünən adam olub. Çünki yalnız qalanda həqiqətən çox pis şeylər düşünə, çox pis şeylər edə və çox pis beynimizə fikirlər gələ bilir və bir vaxt uzun müddət yalnız qalan insan artıq başqa insanın həyatını istəmir. Amma buna rəğmən belə insan sosial heyvandır. Tam olaraq bunun açması nəyə gəlir? Ətrafımızdakı insanlar nə olsun, valideynlərimiz nə olsun, digər yoldaşlarımız nə olsun, yolda görüşdüyümüz insanlar olsun, sonradan tanıdığımız insanlar olsun, hamısı əslində bizə bir şeylər qatır. Ona görə insan təbiətindən, doğuluşundan bəri sosial olaraq böyüyür, sosial olaraq inkişaf edir, sosial çevrəsi olur. O insan ki, sosial çevrəsi yoxdur, o insan ki, yəni sosial aktivitələri yoxdur, o həqiqətən bir söz var, deyir ki, Tanrıya bərabər bir insandır.
deyir ki, yeri yalnız Tanrıya bərabərdir. Ona sinonim isə, ona sinonim olan insan isə, yəni Tanrıya bərabər insan, Tanrıya bərabər varlıq kimi bir şeydir. Bunu deyə bilərəm məncə bu haqda. Və biz sosial olanda məncə mənə elə gəlir ki, biz əsl üzümüzü ortaya çıxarmırıq. İnsanların istədiyi üzü ortaya çıxardırıq. İnsanların istədiyi üz nədir? Bunları hamımız bilirik. Amma mən yenə də deyim. Cəmiyyətə daha belə uyumlu olmaq, cəmiyyətə daha yaxşı bir şeylər vermək və yaxud cəmiyyətə nəsə yaxşı bir şeylər almaq. Yəni, söhbət cəmiyyətdən gedir. Məsələn, deyək ki, bizim yaşadığımız cəmiyyətdə mən o cəmiyyətə uyğun olmayan bir paltar geyinəndə sразı qınağa tutuluram. Ona görə məcbur olaraq insanlara sosiallaşım deyə onlara uyğun paltar geyinirəm. Bunun halbuki özü söhbət təkcə paltardan getmir, hər bir şeydən gedir. Fikir tərzindən, düşüncə tərzindən, danışıq tərzindən hər bir şeydən gedir. Bunun məncə özü ən böyük yanlış şeylərdən biridir. Bunu deyə bilərəm. Nəyə görə yalnızdan qorxuruq? Nəyə görə yalnızdan qorxuruq? Çox yaxşı sualdır. Əslində, o qədər fikirləşməmişdim, indi də sizlə fikirləşirəm. Əvvəl çünki yazırdım hamısını. Nəyə görə yalnızdan qorxuruq? Çünki insan köməyə möhtac bir canlıdır, mən bunu deyə bilərəm. Köməyə ehtiyaca, yəni doğulandan bəri biz, baxırsan vəhşi təbiətdə doğulur, məsələn, deyək ki, hər hansı bir canlı doğum edir. Əslində onun adı doğum deyil, adı yanından çıxıb. Onu da üzrə sayın. Doğum edir. Doğumdan sonra uzaq başı 1 il, 2 il, yəni uzaq başı deyirəm. Baxır, heyvana dəyişə bilir, düzdür. 1 il, 2 ildən sonra başını buraxır. Yəni öz həyatını özü yaşayır. Amma biz doğuluruq və doğulandan tam-tamına 18 il, hətta elə insanlar var ki, bunun içində hələlik mən də daxiləm, yalan özümü zor göstərməyəcəm. Elə insanlar var ki, ömrünün axırına kimi valideynlərlə yaşayır. Mən demirəm, valideynlərlə yaşamaq pis bir şeydir, sadəcə çox yaxşı bir şey olduğunu demirəm. Bunun özü də məncə çox pis bir şeydir. Çünki artıq onda elə olanda öz həyatını yaşaya bilmirsən. Mənim yəni düşüncə tərzim və düşüncə baxışım budur. Və həminki vaxtda biz ətrafımızdakı insanların həminki vaxtda biz yalnız olmaq istəmirik. Çünki biz doğuluşdan və yaxud da ki, bizim xasiyyətimizdə, bizim xüsusiyyətimizdə, bizim içimizdə, yəni uşaqlıqdan gələn bir şeydir. Yalnız böyümürük. Düzdür, yalnız böyüyən insanlar da var. Yetimlər evindən atılan insanlar da var. Onları qoyuram bir kənara, onların belə deyən, tarihləri belə gətirim. Ona görə onlar daha fərqli olurlar digər insanlara, daha fərqli düşünürlər. Və cəmiyyətdə çox vaxt onların düşüncə tərzləri, hamısını demirəm əlbəttə ki, və yaxud da ki, həyatları biraz tamam fərqli olur. Bunun özü də yəni, çox pis bir şeydir ki, insanlar ona çox pis yanaşırlar çox vaxt. Yəni, mən ətrafımda gördüyüm insanlardan deyirəm. Yəni, mən ətrafımda adam görmüşəm ki, yəni, və yaxud da bir problemlə üzləşmişəm ki, kimsə yetimdir deyə və yaxud da satası olmayıb deyə, pis yol düşüb deyə ona pis baxırlar. Amma o elə olmalı deyil mənim fikrimcə. Yəni. Çünki heç kim həyatını yaşamamış bir olmaz. Bu biraz uzun mövzudur. İndi və keçsək bura yalnız və yalnızlıq arasındakı fərq nədir? Bugün yalnız və yalnızlıq arasındakı fərq yalnız olmağı biz özümüz seçirik, amma yalnızlığı məncə biz özümüz seçmirik. Çünki yalnız olanda yəni məsələn deyək ki, mən bir yerə çıxmaq istəyirəm, amma yalnız olmaq istəyirəm. Amma yalnızlıq isə tamam fərqli qavramdır mənə görə. Tamam fərqli qavram deyər ki, mən bunu nəyi nəzərdə tuturam, bunu biraz açmaq istəyirəm. Sən yəni 1000 dənə insan içərisində də özü yalnız ola bilərsən. Sənin toyun ola bilər, məsəl üçün deyirəm də, içəridə bir 100 dənə, 200 dənə adam, Azərbaycan toyları üstələ olur. Ola bilər, orada yenə də özünü yalnız hiss edə bilərsən. Yəni, məncə, yalnız və yalnızlıq arasında fərq odur. Yalnız olmağı özün istəyirsən, amma yalnızlığı sən istəmirsən. Mən elə düşünürəm. Və toplumda və çoxluqda yalnız olmaq, indiki dövrün məncə
insanların bir çoxusu həqiqətən elədir. Sadəcə özünü sosial heyvan kimi göstərir və yaxşı dediyim kimi əslində yalnızdır. Sadəcə cəmiyyətə və yaxud da ki, sosial mediada və yaxud digər şəbəkələrdə özünü ən belə sosial bir insan kimi göstərir. Və həqiqətən də bunun özü insanı bir vaxtdan sonra çox pis incidir. Adama çox pis mənfi təsir edir. Çünki mən bunu yaşamışam, ən azından biraz deyə bilərəm. Mən də elə etmişəm ki, hər dəfə sosial mediada bomba, nə bilim, onu elə, onu çək, bunu paylaş, bunu elə, onu elə. Hər dəfə elə çəkişlərlə özü cəmiyyətə təsdiq etdirmək istəyirsən də. Məsələn, deyək ki, kimin nəyi varsa onunla özünü təsdiq etdirir. Məsələn, deyək ki, mənim 5 qram əzələm var, kimsə maşını var. Heç kim sırf özünlə götürüb, siz də izah edeyim sizə və yaxud özümə, heç kim götürüb sadə özünü çəkib çox vaxt qoymur. Qoyanlar da ki, çox özünü bəyənənlər olur. Adama deyirlər, Rasim, sən Instagram şəkillərdir. Onlar boş şeylərdir. Okey. Yəni, sosial media bugünkü dövrdə düzdür, adama deyirlər ki, sosial medianı pisləyirsən, amma sosial mediadan oturub video çəkirsən və sosial mediada varsan, düzdür, sosial mediada varam, sosial medianı da pisləmirəm əslində, yaxşı tərəfi də var, pis tərəfi də var, amma sözün əsl mənasında sosial mediada çox vaxt keçirmək insanı həqiqdən bağımlı eləyir, yəni insanı xəstə eləyir sanki. Ona görə çalışdığım qədər sosial mediada oturmamağa çalışıram, nə qədər olur, nə qədər eləyə bilirəm, nə qədər eləyə bilirəm, orası bir ayrı bir mövzudur. Məncə həqiqətən də çalışaq özümüzü necə varıq elə göstərək və yaxud da çox masqalanırıqsa ən azından az masqalanır. Çünki indiki dövr tam masqalanır, hətta mən belə. Çünki insanın təbiətində var o, sən atanla ananla olduğun kimi sən iş yerini ola bilmirsən. Və daha çox masqalandıqca məncə mənə elə gəlir ki, sən daha çox yalnızlaşırsan. Və xüsusən toplumda bir yer tutmaq üçün və toplumda bir yer görmək üçün özümüzü sosial heyvan kimi aparmaya ehtiyac yoxdur. Yəni, bir söz var, deyirik, toplumun can cəhənnəmə, yəni düşlərimdə dublajdan üçünə baxanda siz deyil. Toplumun can cəhənnəmə. Özünüzə vaxt ayırın, öz yalnızlığınıza vaxt ayırın, özünüzə dəyər verin. Bu qədər. Sağ olun, özünüzə yaxşı baxın.